Xoş gördük izləyicilərim. Demək yeni şirkət yaradıram, yeni şirkət təsis edirəm. Ancaq hələ şirkətin adı məlum deyil. Bugün ağlıma gəlib. Məndə düzdür, özümdə satış üçün heç nə yoxdur. Ördəklərim bu ilazdır. Bunu özüm üçün kəsmişəm. İndi qəşəng ördək dolması bişirəcəm. Kim istəsə, quzanda çatdırılma var. Ördək dolması sifariş eləyə bilər bəri başdan. Bu bir. Amma şirkətin məqsədi nədir? Mən dünən qohum, əqrəba, qonşu hər yeri gəzdim. Tanıdım, tanımadım yerləri, yəni bəzi şeylər alırdım. Bax, yağ satan var rayonda. Düzdür, sifarişləri çoxdur. Ördək satan var, yolub, yarıb, təmizləyib göndərir. Sonra bax, mən bunu qohumdan almışam. Amma burada yağın rəngi ağ olduğuna baxma, başqa qonşuda rəngi sarıdır. Sadəcə olaraq bu yağ da mənim xoşuma gəlir. Çünki iyi yoxdur. Bu heyvandan asılıdır. Onu da sizə deyim. Qəşəng kənd yağı. Sonra ördək yumurtası. Görürsüz, bu 3 dənə ördək yumurtasıdır. Bu toyuq yumurtasıdır. Bu heç. Bunu mağazindən aldım. Kətdə toyuq yumurtası yoxa çıxıb. Lobiyalar heç bu il yaxşı gətirməyib. Bunu özüm əkmişəm. Pomidoru satın almışam. Xiyarı özüm əkmişəm. Bunlar heç. Reyhan var. Yəni dediyim odur ki, kənddə məhsul boldur. Mən də belə düşünürəm ki, onsuz da mən bu qoxuma əqrəbi ondan alıb ona göndərəm, bundan alıb buna gedirəm. Həm bütün günü vaxtım gedir, həm nə bilim, qol pulu verib kimisə ördəyini götürüb aparıb kiməsə göndərirəm. Düzdürmü? Vaxtım gedir. Ona görə də belə qərara gəldim ki, siz nə istəsəz mənə sifariş eləyin. Mən onlardan alıb avtobusda yəqin ki, ən çox Bakıdan sifariş ola bilər. Yaxın rayonlar da istifadə edə bilər. Bu arada Ağdam rayonudur. Hə, sizə göndərim. Mən də ördəyi tutub çəkmişəm burada bütün gün. Güya mən şirkət qururdum. Biraz ciddi olum nəysə dostlar. Hə, bir sözlə. Ya, yumurta, ördək. Əsasən bu dəqiqə ördək var, qaz var. Yolunub, yarılıb göndərilə bilər. Oradan da ki, indi siz mənə nə hörmət etsəz, edərsiniz də yəni ki. Çatdırılma var, quraşdırılma yoxdur. Özünüz buradan rayondan şəhərə gələn marşrutlardan götürəsiniz. Onun pulunu özünüz verəsiniz. Bu mənlik deyil. Yazın görək kim nə istəyir. Belə. Pendir zat da ola bilər, tapa bilərəm. Yumurta, pendir, yağ. Əsasən də hal-hazırda ördək və qaz çoxdur. Bu mənim öz kəsdiyim xoruz lal ördəyimdir. 2 kilo 700 qram ət verib. İndi hələ təmizləyəcəm bunun canını da birazdan. Gəlin yığışın. Görək harda, qiymət necədir. Şirkətimin adında siz təsis edin. Daha doğrusu tapın.